Özünüzü təqdim edin zəhmət olmasa. Mən Zeynal Ozar Eldaroğlu. Bugünkü mənim şikayətim nə ilə bağlıdır? Anamı müalicə məqsədi ilə Məlhəm klinikasında yerləşdirdik. Zaten anamın xəstəliyi məlum idi mənim üçün. Bilirdik nə var, nə yox. Sadəcə olaraq müalicə məqsədi ilə ora apardıq. Deməli, burada necədir vəziyyət? Ayın 6-sından biz orada anamızı xəstəxanada yerləşdirəndən sonra ayın 13-ü, 3-cü ay 25-ci ildə deməli, həkim səhlənkarlığı nəticəsində anamı komaya saldılar. Həkim səhlənkarlığı deyəndə nəyə nəzərdə tutursunuz? Orada kamera görüntüləri var reanimasiyada, Məlhəm klinikasında. Deməli, orada... Kamera görüntüləri nədən ibarətdir? Kamera görüntüləri orada anamın burun nahiyəsindən nəsə yeritmək istəyirdilər mədiyə. O anda bu qanaxma baş verir. Qanaxma baş verəndə nüfuzat da daxilə nüfuz eləyib, sonra dünyasının dəyişməsinə təkan verir həmin amillər. Həmin anda orada böyük anam problem yaşayıb. Həmin o problemin nəticəsində demək, necə deyim? Mən özür istəyirəm, ananızın dünyasının dəyişməsində onlar əsas hansı fikirləri səsləndiriblər? Nə kimi əsas gətirirlər? Mən şans soruşanda ki, nə qədər şans var yaşamağa, doktor, budur, mənə deyirdi ki, 1% şans var. Mən ona deyirdim ki, bəs sən 1% şansınla mənlə söhbət edirsənsə, sən bunu niyə yatırtdın? Niyə sən bunu süni nəfəs aparatına qoşdun? Bəs siz ananızın dünyasının dəyişməsini bilirsiniz ki, bu ağır xəstədir. Bəs nəyə görə 20 manatdan yuxarı Məlhəm klinikasından vəsait ödəyirdiniz? Yəni, bugünkü gündə bunların dediklərinə görə biz ora depozit qoymalıyıq. Mən o depozitləri də qoyduq. Ona baxmayaraq ki, məbləğ xərclədik, nəticədə əldə olunmadı. Bu məsələni də yaradan klinikanın rəhbərliyi və o şəraiti yaradan həkimlər olur. Və sizə hansı sənəd təqdim ediblər? Həmin pulun ödənişi? Həmin pulun ödənişi ilə bağlı A4 vərəqində mənə ödədiyim pulları bu formada mənə veriblər. Hamısı. Baxın, bu möhürlə, bu ştrik koduna. Siz onu qəbz hesab eləmirsiniz. Orada sadəcə olaraq hüquq mühafizə orqanlarının həmin ştrik kodu, həmin ştampı və orada qəbz nömrəsi göstərilir. O qəbz nömrəsi hansı kökə bağlıdır, hansı kökə bağlı olmasını, ştamp hansı sənəd əsasında və hansı sənəddən əldə olunub, nə cür sənəd əldə olunub, onun araşdırılmasını, bir də ştrik kodun kökü, elektron kökü həqiqətən varmı, yoxmu, onu araşdırmasını istəyirsiniz ki, həqiqətən də onlar qanuni fəaliyyət göstərir, yoxsa fəaliyyət göstərmir? Bəli. Vergi qanunvericiliyinin əsasında orada yeyinti olub-olunmasını siz sübut eləmək istəyirsiniz ki, bəli, sübut eləmək istəyirəm ki, saxtakarlıq o klinikada bunlardan başlayır. Bəli, mən üzr istəyirəm, mən bu sözləri ifadə eləməkdə, yəni siz bizə kadr arxasında işlətdiyiniz sözləri təkrarən bizim kamera qarşısında mən o fikri səsləndirirəm. Səsləndirdiyim fikirlər sizin fikirlərdir. Sadəcə sizin kameraya kompleksiniz olduğunuza görə mən bu sözləri sizin adınızdan səsləndirirəm. Etirazınız yoxdur ki? Xeyr. Bununla bağlı, yəni düzgün səsləndirirəm bu fikirləri. Əlbəttə ki. Başqa nə bildirmək istəyirdiniz? Demən, mən onu bildirmək istəyirəm ki, bütün aidiyyat orqanlar, Səhiyyə Nazirliyi ilə belə, bunlar hamısı diqqət mərkəzinə almalıdırlar ki, nəinki mənim kimi insanların başına necə oyunlar açırlar. Mən belə bir məsələ ortaya hasıl olur ki, siz dəymiş ziyanın ödənməsi ilə bağlı fikir irəli sürmüsünüz. Bəli, mən bunu rezonans yaransın ki, ölkədə bu vəziyyət yaranıb. Aydındır. Belə vəziyyətlər yaranıb. Aydın, gələcəkdə belə halların qarşısını almaq lazımdır. İnsanların qapısında belə axırıncı toyuğa kimi xərclər satdırırlar bunlar. Bunlar belə bir insanlardır. Yəni bunlar hamısı aydındır. Tək mən deyiləm ki, bugünkü gündə mən göz yumum, siz göz yumun. Başqaları göz yumsun. Bunun nəticəsi hara gedir? Ölkə başçısından, baş prokurorluqdan və müvafiq orqanlardan xarici izləyiniz nədir? Xahiş edirəm, kamera görüntüləri açılsın. Mənə sübut olunsun ki, orada nə vəziyyət olub, nə problemlər yaşayıb. Yəni hüquqi qiymət verilsin. Hamısına hüquqi qiymət verilsin. Mən bunu istəyirəm. Bu qədər. Çox sağ olun. Mən bunu istəyirəm. Çox sağ olun. Bundan başqa nə edə bilərik? Sağ olun, minnətdarım. Sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Xanım, Məlhəm hospitalı edilir bura.
Biz Məlhəm klinikasının rəhbəri ilə əlaqə saxlamaq istəyirdik. Siz dediniz ki, əlaqə saxlayacaqlar, amma bizlə əlaqə saxlanılmadı. Nömrənizi yönləndirdik. Həkim rəhbərlik hal-hazırda görüşdədir. Artıq məlumat verilir ki, nə ilə əlaqədardır. Ətraflı məlumat verilir. Dedilər ki, boşalan kimi zəng eləyəcəklər. Yəni gün ərzində zəng vuracaqlar sizə. Yəni gün Bəli. İndi biz saat neçəyə kimi işləyirsiniz siz? İş saatımız bizim saat 5-ə qədər də həkimlərin gəlir. Onun rəhbərlik işdə olur. Ona geç saatları qədər işdə olurlar. Əlaqə saxlayacaqlar. Məlumat verirlər. Yaxşı, 5-ə kimi gözləyərik. Oldu. Mənim hospital buyurun. Xanım, bayaq sizi yığandı Fərhad Bakiroğlu. Bu bizim Fərhad Bakiroğlu. Bayaq Sevdə xanımla bağlıyorduk, vətəndaş müraciətinə bağlıyız. Artıq saat 6-ya işləyib bizə zəng olunmasıydı. Yəni sizin mövqeyinizi dinləmək məqsədi ilə zəng olunmuş. Həkimlərin iş saatı 5-ə qədərdir. Rəhbərlik iş saatı 9-a qədərdir. Məlumat verilir ki, sizə əlaqə saxlayacaqlar. Yəni onda biz materialla bağlı yayın veririk xanım. Yenə də qarşı tərəf mövqeyini dinləməyə nə vaxt zəng gəlirsə hazırıq. Yəni fikirlərini səsləndirə bilərlər. Biz məlumat vermişik çağrı mərkəzi olaraq ki, sizə geri dönüş olunsun. Sizə əlaqə saxlasınlar. Adınız da verilir, nömrəniz də verilir. Bu əsas nömrədir. Zəhmət olmasa bu nömrəni verin, qoy əlaqə saxlasın. Əsas nömrə budur. Yaxşı. Oldu, sağ olun.